Xəlifənin məktubu. Damad müəzzəm. Zamanın hadisələri xəlifə-i Rüizəminin arzuları üzrə həll olundu. Xəlifə nüfuzu əleyhinə üsyan və qiyam edənlərin hamısı bir-birini əzib məğlub etdi. Onlar nəticədə xəlifənin himayəsini qəbul etməyə məcbur oldular. Gün çıxan məmləkətlərdə də baş verən ixtilaf Allah tərəfindən kömək olunmuş xəlifənin rəyi və fərmanı ilə həll olundu. Əmirin tərəfindən göndərilən 4 məktubu almısam. Lakin bir-birini təqib edən hadisələr Damad müəzzəmin məktubuna müsbət cavab verməyə imkan vermirdi. Bir həftə bundan əvvəl Atabəy Məhəmməd Bəhram Şah müharibəsindən qələbə ilə Həmədana girmişdi. O, bugün xəlifənin ayaqlarından öpmək üçün Darüssəlama gəlmişdi. Bugün onun Atabəyliyini və qardaşı Qızıl Arslanın Təbriz hökumətinə namizədliyini, Əmir Müəzzəmin isə Aran ölkəsindəki hökmdarlığını təsdiq etdim. Şirvan. Şahlığı ilə nə kimi əlaqə saxlamağın barəsində ayrıca məktub göndərəcəyəm. Şirvan şahlığının toxunulmazlığı haqqında Sultan Toğrul və onun Atabəyi Məhəmməddən təminat alınmışdır. Bir daha qeyd etmək lazımdır ki, illər uzunu davam edən hadisələr nəticəsində Bağdad xəzinəsi tamamilə boşalmışdır. Arandan Darüssəlamın Beytülmalına göndərilməyən 4 illik təxsisat göndərilməlidir. Məmləkətlərə təzə təyin edilmiş atabəylərə, əmrülümeralara, sultanlara və hökmdarlara hədiyyə vermək üçün ağ irqə mənsub, yəni ərəb olmayan cariyələr lazımdır. Xüsusən xas qulamlara böyük ehtiyac vardır. Mümkün olduğu qədər gözəl cariyələr və qulamlar göndərəsən. Keçən məktubların birisində Əmir əl-Möminin üçün sarayda Süsən və Dilşad adlı 2 gözəl cariyə bəsləyirəm deyə yazmışdın. Onları mümkün olursa təcili surətdə göndərəsən. Sarayda olan cariyələr qocaldığı üçün səfirlər və elçilərin məclislərində xidmət etməyə layiq deyildirlər. Bağdadda gözəl cariyələr yoxdur. Hətta Fənahsın qadın və qızlar dünyası adlanan müəssisəsində də xəlifəyə layiq qızlar və qulamlar tapılmır. Əvvəlcə vədə verdiyin cariyələri göndərməlisən. Onları burada Fənahsın tərbiyəxanasında hazırlatdırıb saraya almaq mümkündür. Baqi Allahın mərhəməti və xəlifə-i Rüizəminin himayəsi Damad müəzzəmin haqqında şamildir. Darüssəlam. Əmir əl-Möminin xəlifə müstərşid billah. Əmir inanc məktubu alan kimi şadlığından nə edəcəyini şaşırdı. Dərhal vəziri Toxtamışı yanına çağırıb məktubu ona oxudu. Toxtamış, əmiri təbrik edirəm. Bu xəbər Xudavəndi aləmin böyük bir hərəkətidir, dedi. Lakin əmir bu məktubu heç bir kəsə göstərməməli və danışmamalıdır. Çünki məktubun məzmunu Aran istiqlaliyyəti məsələsini kölgədə buraxır. Əmir Toxtamışın sözünü təsdiq etməklə bərabər məktuba cavab vermək haqqında onun məsləhətini soruşdu. Toxtamış bununla da razılaşmayaraq dedi, cavab yazmaq məsləhət deyil, çünki yolların hamısı bizə yabancı olanların əlindədir. Bizim xəlifəyə göndərəcəyimiz məktub başqalarının əlinə düşə bilər. O zaman bütün tədbirlərimiz əks nəticə verər. Əmir Toxtamışın nəsihətləri ilə razılaşmadı və Toxtamışa etiraz edərək dedi. Əmir əl-Möminin məktubunu cavabsız buraxmaq ona qarşı böyük həqarətdir. Toxtamış yenə də bu fikir ilə razılaşmadı. Cavabın təxirə düşməsi xəlifə üçün təhqir deyildir, çünki xəlifanın özü də Azərbaycanın nə vəziyyətdə olduğunu bilir. Bir də budur ki, xəlifəyə quru bir məktub göndərməyin heç də mənası yoxdur. Xəlifənin məktubda göstərdiyi məsələlərə cavab vermək lazımdır. Məmləkətin bu vəziyyətlə xəlifəyə pul göndərmək ağılsızlıqdır. Gəncədən Araz kənarına qədər olan torpaqların hər qarışı bir adamın əlindədir. Atabəylərin qoşunu məmləkəti işğal edəndən və yollarda əmin-amanlıq başlanandan sonra cariyələri də, xəzinəni də, məktubu da göndərə bilərik. Məktubun Azərbaycanlıların əlinə düşərsə, sənin Azərbaycan istiqlaliyyətinə xəyanət etdiyini və böyük bir xalqı aldatdığını ifşa edərlər. O zaman həyatın da təhlükə altında qala bilər. Xüsusən xalq xəlifənin adını eşitmək istəmədiyi bir zamanda sənin xəlifə ilə əlaqədə olmağın böyük bir qorxunun zəminəsini qoya bilər. İndi daha o vaxt deyil, xəlifə nüfuzunu Qurana və dinə əsaslandırmaq istəyənlər öz-özünü aldadır. Hazırda nüfuzu yalnız qoşun və qılınc vasitəsilə saxlamaq mümkündür. Əmir Toxtamışın tədbirlərlə razılaşmadı. O, xəlifənin məktubunu cavabsız qoymağı yenə də Əmir əl-Mömininə qarşı ədəbsizlik hesab etdi. Nəhayət, məktubu yazdırdı. Bugün Darüssəlamdan xəlifə-i Rüizəmin, Əmir əl-Möminin həzrətlərinin mübarək məktubunu alıb gözlərimizi sürtməyə və öpməyə nail olduq.
Xudavəndi aləmə hədsiz şükürlər etdik ki, Əmir Əl-Möminin öz nökərlərini yadından çıxarmamışdır. 3 ildən bəridir ki, Darüssalam ilə əlaqəmiz kəsilmişdi, lakin qəlbən və ruhən Əmir Əl-Möminin həzrətlərinin nüfuz və iradəsi ilə sıxı bir surətdə bağlı idik. Şimali Azərbaycanın vəziyyəti olduqca çətin bir şəkil alıb. Xalq artıq yerli hakimləri tanımaq istəmir. Əmir Əl-Möminin həzrətlərini hamıdan əvvəl Şirvanşahlığı ilə Aran havalisi arasında mövcud olan əlaqə haqqında yazmağı lazım bilirəm. Şirvanşahlığı Aran havalisinin başsızlığından istifadə edib bu ölkəni öz məmləkətinə ilhaq etmək istədi. Bu məqsədə əsasən də Gəncənin nüfuzlu adamlarını öz tərəfinə çəkib böyük hədiyyələr, xələtlər, ehsanlar verir, hətta şair Əbülüla belə hazırda Xaqanın sarayında yaşayır. Əmir Əl-Möminin aciz nökərləri Aran ilə Şirvanın birləşməsi işini gələcəkdə xəlifə nüfuzuna qarşı zərərli hesab edib bu ilhaqa angəl törətdilər. Bu təşəbbüsümüzə Arandakı Azərbaycan vətənpərvərləri də kömək etdi. Şimali Azərbaycanda hökumətə qarşı ciddi bir üsyan hərəkatı hiss olunurdu. Aralıqda hökuməti məmləkətdən xaric etmək, ərəb nümayəndələrini sürgün eləmək və sair bu kimi fikirlər genişlənməkdə idi. Biz isə onlara istiqlaliyyət vədəsi verməklə bu fikirləri onların başından çıxardıq. Hərgah Əmir Əl-Möminin nökərləri bu təşəbbüsündə xəlifənin müqəddəs iradəsinə qarşı bir günah mürtəkib olubdursa, xəlifə öz mərhəmətlə nökərlərini bağışlasın. Hazırda Şimali Azərbaycanda xalq qardaşlığı məsələləri olduqca böyük dairədə inkişaf edir. Xalqın ziyalıları, başda şair Nizami olmaq üzrə Zəncanlı əxi Fərruxun qardaşlaşdırma əqidəsini xalq içərisinə yayırlar. Onlar bununla müxtəlif əqidə və müxtəlif təriqətlər daşımaqda olan xalqı vahid bir əqidə ətrafında cəm etməyi düşünürlər. Bu məsələ daha qorxulu məsələdir. Azərbaycan xalqı dinə və hökumətə qarşı üsyan etmək işinə Babəkin zamanından alışmışdır. Bu barədə Azərbaycan xalqı ən qorxulu xalqdır. Bunlar son illər dinə, mövhumata, üləmaya və ruhanilərə bir hökumət nümayəndəsi deməyə başlayıblar. Gəncə xətibinin əleyhinə böyük bir üsyan başlanacaqdı. Onu sürgün etmək bəhanəsilə bir qədər xərc verib Kəbə ziyarətinə göndərdim. Əmir Əl-Möminin həzrətlərinin xatiri şərifi kədərlənsə belə, bir məsələni də gizlədə bilməyəcəyəm. Azərbaycan əhalisini sakit etmək üçün ərəb nüfuzunu ölkədən təmizləyirik deyə bir neçə nəfər ərəbi də zahirdə Azərbaycandan çıxardım. Onlardan birisi də katibin Mühakim İbn Davud idi. O, xəlifə-i Reyzəminin hüququna qarşı xəyanət əli uzadıb, sarayda xəlifə üçün tərbiyə edilən Dilşad adlı qıza sevgi elan edirdi. Buna görə də onu cəzalandırıb, sonra da Azərbaycandan xaric etdim. Bu tədbirlərimiz də çox gözəl nəticə verdi. Beytülmala olan borclarımız haqqında deməliyəm ki, maliyyə vəziyyəti çox ağır bir şəkil alıb. Əhali çox dikbaşdır, bəzən kəndlərdən və şəhərlərdə olan vergi yığanlarımızı ən sadə bir kəndli döyüb qovur. Adamlarımız aylarla vergi yığmağa gedə bilmir. Vergi yığanlardan bir çoxunun başını yarıb geri qaytarırlar. Hərgah Əmir Əl-Möminin müqəddəs məktubunda göstərildiyi kimi yaxında işlər yoluna düşərsə, vergiləri tamamilə bir neçə ayın içərisində yığıb beytülmala olan borcları göndərə bilərəm. Tariyələr və qulamlar göndərmək barəsində də bir neçə söz yazmaq istəyirəm. Əvvəlcə burada qız yığmaq üsulu vergi əsasına tətbiq olunurdu. O zaman Əmir Əl-Möminin həzrətlərinə layiq olan qızları siyah edib atalarına çox ağır vergilər qoyurduq. Onlar ağır vergini verə bilmədiyi üçün qızını Əmir Əl-Möminin həzrətlərinə kəniz vermək şərəfinə nail olurdu. Lakin indi nəinki ağır vergi, hətta yüngül vergi də qoymaq mümkün deyil. Hazırda xəlifəyə layiq olan 40 nəfər qızın siyahısı vardır. Aralıq sakit olan kimi onları yığıb Süsən və Dilşadla bərabər Əmir Əl-Möminin hüzuruna göndərəcəyəm. Hələlik Azərbaycandan kənara qız göndərmək çox qorxulu bir işdir. Xüsusən Dilşadı şəhərin 10 nüfuzlu adamlarından Fəxrəddin də sevir. Mən də məmləkətin məsləhətini nəzərə alıb ona söz vermişəm. Əmir Əl-Möminin himayəsi üstümüzdə olursa, tez bir zamanda Fəxrəddin başqaları ilə bərabər aradan qaldırıb, Dilşadı hüzura göndərəcəyəm. Əmir Əl-Möminin Sadiq qulu İnani məktubun üstünü möhürləyib, Əmir İnancın nökərlərindən Hacibə tapşırdılar. Hacib gecə ikən heç bir kəsə bildirmədən Qarabağa, oradan da Araz çayını keçib Bağdada getməli idi.